Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Elhamdülillah. Ve salatu ve selamu ala Resulillahi Muhammedin ve ehli beytihi tayyibenet tahirin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve aczil feracahum. Bu videoda sizə Əhl-i Beyt əleyhissalamdan imamların ümmətə rəhbər olmaları ilə bağlı nəql olunmuş mühüm hədisləri çatdıracağam. Bu hədislər bizim inancımızın əsas dayaqlarındandır və biz bu nuru paylaşmaqla haqqı təbliğ etməyə çalışırıq. İndi isə gəlin bir-bir bu hədislərlə tanış olaq. Və bir də onu qeyd edim ki, mən hədisləri oxuyandan sonra onun mənbələrini də oxumayacağım. Mənbələri videonun üzərində qeyd edəcəm. Yəni mən hədisi oxuduğum zaman həmin hədisin mənbəsi ekranda görünəcək. İndi isə Allahın izni ilə keçək hədislərə. İmam Baqir əleyhissalam buyurub: Ey Cabir, heç bir kəs biz Əhl-i Beyt ilə müqayisə edilə bilməz. Hər kim bəşərdən hər hansı bir kəsi bizimlə müqayisə edərsə, həmin şəxs artıq kafir olmuşdur. Muhammed ibn Müslim nəql edərək deyir: İmam Muhammed Baqir buyurub: Heç kəsdə biz Əhl-i Beytdən götürdüyündən başqa haqq və doğru heç nə yoxdur. Əmir əl-Müminin Əli əleyhissalam buyurub: Ey Kumeyl, elmi ancaq bizdən götür ki, bizdən olasan. İmam Sadiq əleyhissalam buyurur: Din düşmənləri evlatlarınızı, dostlarınızı yoldan çıxartmamış onlara din öyrədin. Resulullah sallallahu aleyhi və aleyhi və səlləm buyurub: Əhl-i Beytimi sevməyən ixtilafa düşər və şeytana yoldaş olar. İmam Sadiq əleyhissalam buyurub: Heç ağıl sahibi olan birisi bilmədiyi bir şeyi inkar edərmi? İmam Hüseyin əleyhissalam buyurub: Biz Əhl-i Beytin razılığı Allahın razılığıdır. Abu Cafar, yəni İmam Baqir əleyhissalam buyurub: İnsanlar yalnız 3 şeyə mükəlləf olmuşlar: İmamları tanımaq, onlardan gələnlərə, yəni hədislərə tam təslim olmaq və ixtilaf etdikləri şeylərdə onlara müraciət etmək. Əmir əl-Müminin Əli əleyhissalam buyurub: Kitabda, yəni Quran-ı Kərimdə sənə vacib buyurulmayana, Peyğəmbərin və hidayət imamlarının sünnəsində izi olmayan şeylərə şeytan səni mükəlləf etməsin. İmam Sadiq əleyhissalam buyurmuşdur: Bizi gözdən salan əməllərdən çəkinin ki, pis övlada görə atası danlanar. Qəlbinizi tapşırdığınız şəxsə, yəni imama zinət olun və onu xar etməyin. Əbu Bəsirdən nəql olunur ki, İmam Sadiqə: Allahın, bu bizim sizə qarşı haqq və doğru danışan kitabımızdır. Casiyə surəsi ayə 29 barəsində soruşdum. İmam əleyhissalam buyurdu: Həqiqətən kitab danışmır, lakin Muhammed və onun əhl-i beyti kitabla, yəni Quran əsasında danışanlar onlardır. İmam Sadiq əleyhissalam buyurmuşdur: Ey şiyələr, siz bizə mənsubsunuz, bizim zinətimiz olun. Elə bir iş görməyin ki, cəmaat bizə qarşı pis fikirdə olsun. Allah rəhmət etsin xalq arasında bizi sevdirən, xalqın bizə qarşı düşmən mövqedə olmamalarına səbəb olan bəndəyə. And olsun Allaha, cəmaat bizim sözlərimizin üstün cəhətlərini görsələr, hər keçən gün daha məğlub edilməz olacaqlar. Heç bir zaman kimsə onlara yetə bilməz. Ey Əbul Əla, Allahın salam və rəhməti bizim şiyələrimizə çatdır. Mənim tərəfimdən onlara de: Allah mərhəməti yaxşıya dəvət, pisə qadağa ilə xalqın sevgisini özünə və bizə cəlb edən bəndənin üzərinə əksik olmasın. Ey şiyələr, bizə zinət olun, abrımızın aradan getməsinə səbəb olmayın, cəmaatla gözəl sözlərlə danışın. Dillərinizi qoruyub çox danışmaqdan, dilinizə pis söz gətirməkdən çəkinin. İmam Hadi əleyhissalam şiyələrinə müraciətlə buyurur: Təqva qazanın, bizə zinət olun, abrımızın aradan getməsinə səbəb olmayın. Dostluğu, sevgini bizə doğru çəkin. Hər bir qəbahəti bizdən uzaq edin. İmam Cəfər Sadiq əleyhissalam buyurub: Bizə zinət olun və bizə ləkə olmayın, bizi insanlara sevdirin, qəlblərində bizə qarşı kin yaratmayın. Bütün məhəbbətlə onları bizə tərəf çəkin. Bütün pisliyi, rəzilliyi, çirkinliyi bizdən uzaq edin. Biz haqqımızda deyilən hər bir xeyrə sahibik və haqqımızda deyilən şər sözlər isə bizə aid deyil. Həmd və sitayiş aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Və Allahın izni ilə videomuzun axırına gəlib çatdıq. Sizdən bir xahişim olacaq. Videonu bəyənib və kanala abunə olun ki, belə xeyirli videoları mən çəkməyə başlayım. Və inşallah bu mövzudan əlavə digər mövzular barədə də videolar çəkib hədisləri sizə çatdırım. Allah xeyrə dəstək olan hər bir kəsdən razı olsun.